Əziz müəllimlər, salam. 2025-ci il sertifikasiya müəllimləri, informatika üzrə sertifikasiya müəllimləri üçün paylaşılmış sınağın izahını veririk. Sual 1. Müəllim dərsdə verilən təqdimatı və vizuallaşdırılması mövzusunu izah etdikdən sonra verilənlərin təqdimatı və vizuallaşdırılması mövzu budur. İzah etdikdən sonra şagirdlərə belə bir tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlasınlar. Vizual təqdimatla bağlı layihə hazırlasınlar. Vizual təqdimat. İstəsəniz Excel və digər hardasa fərqli yerlərdə diaqram qurun. Canva ilə infografika hazırlayın və təqdimat filan nələrsə üzərindən yaradın. Yəni onların adlarının verilməsi vacib deyil. Əsas nəsə üzərindən yaradın. Və ya məlumatların təqdimatı mövzusunda qısa video çarx hazırlayın. Tapşırığın formasını siz seçin. Seçim imkanı da verir şagirdlərə. Təbii bu doğru yanaşmadır. Müəllim tapşırığı bu cür verməsində əsas məqsəd nədir? Biz indi burada əsas məqsədə baxacağıq. Müəllimin tapşırığı verməsində əsas məqsəd cavab olacaq D bəndi. D bəndi. Müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Təbii ki, bizə seçim imkanı verir və seçim imkanı verdikdən sonra tapşırıq verir. Seçim imkanı özümüzdədir və biz seçim edərək daha yaxşı hansı üsulla öyrənəcəyik, bunu müəyyən etmək istəyir. Tapşırığı bu cür verməsində əsas məqsəd ən uyğun cavab D bəndidir. D bəndi olacaq. Sual 2. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin ki, iki nöqtə arasında məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Nöqtələrin koordinatları verilib. Proqram istifadəçidən D ədədi üçün giriş qəbul etməli və məsafəni onluq kəsir şəklində çıxışda göstərməlidir. Texniki tələblər verilibdir. Funksiyası D koordinatları daxil edilməlidir. Proqram məsafəni Pifaqor teoreminə əsasən hesablayır. Nəticə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır. Print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır bizə deyir. İndi bizə baxın burada məlumatları verir və texniki tələblər də bunlardır deyir. Çıxışda da göstərilməlidir. Müəllimlərimizin səhv salacağı burada nə ola bilər? Bunu tətbiq kimi göstərmək səhv sala bilər. Bizə məlumatı verdi və anladığımızı yoxlamaq istəyir. Onluq kəsir kimi çap olunmalıdır. Çıxışda göstərilməlidir deyir. Bunun kimi suallarda yadda saxlayaq, cavab birbaşa anlamaq mərhələsi olacaq. Çünki biz burada tələbə uyğun tapşırığı yerinə yetirə bilmədiyimiz yoxlayır. Yəni, verdiyi tələbləri anlayırıq, yoxsa anlamırıq. Bunu yoxlamaq istəyir. Bu kimi tapşırıqlarda cavab olacaq anlamaq mərhələsi. Cavab C bəndi. Sual 3. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Yanlış olan tapın bizə deyir. Oxumalıyıq hamısını. O üçün biz artıq dərslərdə danışmışıq. Sonunda yanlışdır, doğrudur, bu kimi ifadələrə fikir veririk. Yanlış olan. A. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə və vaxtında dəstək göstərməyə yönəlmişdir. Bəli, biz bunun funksiyalarını saydıqda izləyici funksiyası var, formativ davamlı aparır və izləməyə yönəlir. Doğrudur. Bu yanlış deyil. B. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməsi və məsuliyyətini müəllimlə bölüşməsi üçün əsas vasitədir. Doğrudur, çünki özü ilə bağlıdır. Öz öyrənmə prosesini təhlil etməsi. Doğrudur. C. Məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Məqsədli öyrənmə fəaliyyətləri. Dərsin sonunda. Biz demişik ki, məqsəd dərsin əvvəlində qurulmalıdır. Və məqsədli öyrənmə fəaliyyətləri bizə deyir. Yəni, məqsəd müəyyənləşdirərək öyrənmə fəaliyyəti dərsin sonunda tətbiq olunduqda. Yəni, mən dərsin sonunda məqsədi tətbiq etdikdə demək istəyir ki, doğru deyil. Cümlənin qarışıq verməsi bizi çaşdırmasın. Məqsədli öyrənmə fəaliyyətləri dərsin sonunda yox,
əvvəlində artıq verilməli və əvvəldən tətbiq olunmalıdır. Sonda əldə olunan bilik bacarığı əvvəlcədən müəyyən edirik. Yanlış olan C bəndə olacaq, C-ni götürürük. Dördüncü sual. Sual 4. Algoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıqlar üzrə çalışırlar. Mövzumuz algoritmlər və ardıcıllıqlardır. Bunu yadda saxlayaq. Şagirdlər qruplarda sadə tapşırıqlar üzərində çalışırlar. Burada problemimiz yoxdur. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliləyə bilmədiyini görürsünüz. İndi qruplarla tapşırıq vermişəm. Algoritm və ardıcıllıqdır. Qruplara sadə tapşırıqlar üzərində çalışırlar. Biri çaşqınlıq içində olduğunu görürük və irəliləyə bilmir. Onlar sakit oturub və nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyir. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən onların özlərini düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Yəni, müəllimin istədiyi, siz istəyirsiniz hissəsi doğrudur. Bu formatda etdirməliyik. Verilənlərdən bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? İlk öncə situasiyanı başa düşməliyik. Tapşırıq mövzusunu bildik. Qruplar sadə tapşırıq üzərində işləyir. Bir qrup çaşqınlıq içindədir, sakit əyləşiblər və heç bir addım atmırlar. Nəsə edəcəklərini olmasını bilmirlər və s. Bizdən istənilən nədir? İstənilən. Mən də istəyirəm ki, cavabı demədən özlərini düşündürərək problemi həll etməsinə kömək edim. İndi bizə deyir, qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Ən effektivini tapaq. Baxaq. A. Onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız və diqqətinizi başqa qrupa yönəldirsiniz. Bu, onların müstəqil işləmə bacarıqlarını artırır və dərs planlarına uyğun irəlilənməyinə şərait yaradır. Doğru deyil. Çünki onlar oxuyub və anlamayıblar ola bilsin. Yenə də eyni şeyi tapşırım ki, oxuyun, anlayın. Əgər oxuyub anlayacaqlardırsa, əvvəlcədən anlayardılar. Deməli, fərqli bir şey etməliyik. Bunu etdim, başqa yerə diqqəti yönəltdim, yenə anlamasalar bəs. Nə olacaq? Problemi effektiv şəkildə həll etməz. B. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz və izah edirsiniz ki, başlaya bilsinlər və geridə qalmasınlar. Bir neçə addımını mən izah etdim onlara. Onların özlərinin tapmasını təmin etmədim. Amma bizə deyir ki, biz elə bir fəaliyyət qurmalıyıq ki, özləri problemi həll etsinlər. Bu da olmadı. A və B olmadı. A olmadı və B də olmadı. C. Şagirdlərə yönləndirici suallar verirsiniz, cavablarını diqqətlə dinləyir və ehtiyac varsa kömək göstərirsiniz. Biz sual-cavab prosesində bu haqda danışmışıq. Yönləndirici suallar verərək şagirdlərin diqqətini dərsə cəlb edə bilərik və onların istiqamət götürməsini də təmin edə bilərik. Birbaşa cavabı demirik, yönləndirici suallarla istiqamət veririk. Çətin məqamlarda da onlara bizə deyir ki, kömək göstəririk. Bu problemləri özlərinin həll etməsinə kömək edə bilər. Doğru cavab C bəndi. Bu sual çətin deyil. Sual 5. Müəllim şagirdə sualla müraciət edir. Qrup işini təqdim edərkən sual belədir. Qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Sualla müraciət edir. Sualda belədir. Qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşırsınız? İndi deyir ki, bizə şagirdə və ya birinə deyir. Komanda lideri sənsən. Qrup işini təqdim edərkən üzvlərdən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Sənin qrupunda biri ifadə etməkdə çətinlik çəkir. Lideri olaraq vəziyyətə necə yanaşırsınız? Gəlin cavabı axtaraq. Sual 55. A bəndi. Onun yerinə mən danışar və vaxt itkisini yol verməzdim.
Bu səhvdir. Onun yerinə mənim danışıb vaxt itkisinə yol verməməm, o şagird kənarda qaldı. Olmadı. Cavab ola bilməz. Daha sonra şagird, yenə həmin o qrup lideri olan şagird, onu təqdimatdan əvvəl hazır cavablar verərdim ki, sadəcə əzbərləsin. Doğru deyil. Bəs bacarıq, bilik formalaşmadı, elə əzbərətdirdim cavabları. Olmadı. Şagird ona söz haqqı verər, bura qədər doğrudur, fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardım. Söz haqqı verərdim, fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardım. Bu doğru yanaşmadır. Cavab kimi C bəndini götürəcək. Çünki bunu etdikdə şagird həm o fikrini ifadə etməyə çalışacaq, həm də fikrini ifadə edərkən səhv etməkdən qorxmayacaq. 6-cı sinifdə informatika günü tədbiridir və 150 AZM büdcə ayrılıb. Ehtiyaclarını nəzərə alırsınız və elə tənzimləyin ki, ümumi xərc 150 AZM-dən artıq olmasın. Burada bizi riyaziyyat fənni ilə əlaqələndirir və fənlər arası inteqrasiyanı görürük. Fənlər arası. Siz 8-ci sinifdə deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır. Özlərini bunu bacarmaram və ya mənim üçün çox çətindir kimi ifadələrlə məhdudlaşdırırlar. Bunu bacarmaram və ya mənim üçün çox çətindir. Bu fikirləri deyib özlərini məhdudlaşdırırlar. Şagirdlər tapşırıqlardan qaçırlar. Siz bu vəziyyəti dəyişdirmək, şagirdlərin özünə inamını, daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı strategiyalardan hansının tətbiqi bu situasiyada ən məqsədə uyğundur? Gəlin indi baxaq, məqsədə uyğun olanı tapaq. Şagirdlərə motivasiya edici videolar izləməyi tapşırır. Çünki konkret problemlər var. Və konkret problemlərin olması bu problemi, yəni videoya baxmaqla həll etməsini doğru götürmürük, etməyə də bilər. Daha sonra şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədikləri halları xatırlatmaq. Bununla bağlı sual işləmişik biz sizinlə. Uğur qazandıqları və ya yaxşı işlədikləri vaxtları xatırlatmaq, onları bu cür hallar üzərində düşünməyə və özlərini güclü hiss etdikləri anda əlaqələndirməyə yönləndirməyə. Güclü hiss etdikləri anlarla əlaqələndirməyə yönləndirmək. Bilirsiniz nədir? Motivasiya edici rəydir. Motive edici rəydir. Biz demirik emosional rəy. Motive edici rəy şagirdlərin uğurlarını vurğulanaraq onların motive edilməsi və prosesə yönləndirilməsidir. Formativ qiymətləndirmə, motive edici rəyə baxırıq. Verilmiş rəy doğru rəydir. Cavab olacaq B bəndi. Qiymətləndirmə ilə bağlı tapşırıqdır. Daha sonra sual 58. 58-ci sual. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırılır. Lazım avadanlıqları müəyyən edin. Bunlar hansı avadanlıqlardır deyir. Qiymətlərini araşdırın və məktəbin ayrılmış büdcəsinə uyğun alqı-satqı planı hazırlayın. Mən nə edirəm burada? Verilmiş tapşırığı kompüter, masa və s. qiymətləri araşdırıram. Araşdırdığım məlumatlardan istifadə edirəm. Ayrılmış büdcəyə uyğun plan qururam. Plan hazırlayın. Cavab olacaq, bu sualda cavabımız olacaq. Öyrəndiyimiz məlumatlardan istifadə edərək, yəni bilimimizin tətbiq olunması. Mən nə etdim? Araşdırdım və məlumatları öyrəndim. Büdcəm də var. O məlumatlara uyğun plan qurdum və əldə etdiyim məlumatlara uyğun plan qurmağın bilimdən istifadə edib bilimi həyata keçirməyimdir. Cavab olacaq tətbiq etmək. B bəndi. Sual 59. Bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problemlər yaşayır və bu onun dərslərə diqqətini yayındırır. Müəllim olaraq siz necə davranardınız? Hamının problemi olur, müəllim də deyir. Hamının problemi olur, sən də dərsdə fokuslanmağa çalış. Bura məktəbdir. Emosiyalarını evə saxla. Bu, şagirdin həmin emosional vəziyyətində
Müəllim özünü şagirdin yerinə düzgün qoymadı. Yəni empatiyanı düzgün qurmadı, emosional vəziyyətdədir. Bu formada emosiyanı evə saxla, burada dərsini oxu, sərt çıxışdır və doğru yanaşma deyil. Yəni bu yanaşma doğru deyil. Müəllim əgər bu qədər təsirlənirsənsə, daha yaxşı olar ki, evdə qalasan. Çox böyük səhv yanaşmadır, olmaz. Bu sadə fikirləri tapmaq üçün. Müəllim şagirdlərdə emosiyalarını ifadə etməsinə imkan vermək və ehtiyac varsa məktəb psixoloquna yönləndirmək məqsədə uyğundur. Şagirdə emosiyalarını ifadə etməsinə imkan vermək, emosiyalarını demişik ki, emosional intellektdə və sosial emosional öyrənmədə emosiyasını qədərincə ifadə edə bilər, ifadə etməsinə icazə vermək. Ehtiyac varsa psixoloqa yönləndirməlidir. Çox gözəl cavabdır. Cavab olacaq C bəndi. Digərlərinə də baxmaq istəyirəm. Başqa şagirdlərə nümunə olması üçün dərsə davam etməyi tapşırır. Olmadı. Emosional vəziyyətdədir. Müəllim dərsdən çıxardın və evə göndərmək üçün valideyni çağırın. Bu da problemi həll etmir. Bu vəziyyət problemi həll etmir. Mən problemi həll etmək üçün çalışmalıyım. Yəni, problem olduğu kimi qalacaq yenə də. Cavab olacaq C bəndi 59-da. Növbəti sual. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir və bu digər şagirdlərə də mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Yəni, digər şagirdlərin valideynləri məktəb rəhbərliyinə çatdırıblar bu problemi. Müəllim olaraq bu problemin həllində necə yanaşmaq daha məqsədə uyğundur. Mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideynlərinə rəsmi xəbərdarlıq məktubu göndərmək. Xeyr, bu doğru deyil. Xəbərdarlıq məktubunun göndərilməsi doğru deyil. Biz valideyni çağırıb fərdi şəkildə bəlkə də danışa bilərik, amma problemi ilk öncə özümüz həll etməyə çalışırıq. Olmursa çağırırıq, amma xəbərdarlıq birbaşa olmaz. Sosial media fəaliyyətlərinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək müdaxilə etməməyi seçir. Böyük bir səhvdir, çünki məktəbdə də problem davam edir. Problem məktəbdə davam etməsə, deyirsiniz, müəllimin məsuliyyətində olan bir şey deyil, amma gəlib məktəbdə də o problemi yaşayır. Sosial mediada təbii biz ona davamlı nəzarət edə bilmərik, amma problemi aradan qaldırmalıyıq ki, effektiv mühiti yarada bilək. Olmadı. Hər şagirdlə fərdi, sonra isə birgə görüş keçirir. Bunu mən izah verərkən konflikt əlində hər zaman deyirəm. Fərdi danışırıq, amma konflikti birlikdə həll etməsini nəzarətimiz altında onların baxışlarını dinləyir, qarşılıqlı anlayış və empatiya qurmaq üçün dəstək verir. Əslində çox gözəl cavabdır. Mən fərdi olaraq dinlədim və bir araya gətirdim əsas problemin səbəblərini öyrəndikdən sonra. Birlikdə həll etməsi üçün istiqamət verdim. Doğru cavab olacaq C bəndi. İnformatika fənni ilə bağlı verəcəyimiz izah bu qədər. Sağ olun, Allah amanında qalın.